Salam, hər vaxtınız xeyir olsun. Sonuncu dəfə də sualımız belə idi ki, niyə gicirtkən bitkisi dəriyə təmas elədikdə qaşıntı yaradır? Çünki gicirtkən bitkisinin tərkibində qarışqa turşusu deyilən maddə var və ümumiyyətlə turşular yandırıcı xassəyə malikdir. Yəni dəriyə təmas elədikdə yanıq əmələ gətirir və həmin qarışqa turşusu da neyniyir? Dərinin altına yeriyir və bunun nəticəsində də başlayır orada qızartı, yanma, şişkinlik əmələ gəlir, qaşıntı əmələ gəlir. Hal-hazırda isə qarışqa turşusu, qarışqa spirti deyilən maddə var ki, aptekalarda satılır və həmin qarışqa spirti revmatizm müalicəsində, həmçinin ağrıkəsdici məlhəmlərin hazırlanmasında istifadə olunur. Bir də araşdırdım, təsəvvür edin, deyir ki, bir topa qarışqa və bir qədər zeytun yağını qaynadanda məlhəm alınır. Həmin məlhəm ağrıkəsdici, yəni qarışqanın özündən belə istifadə edirlər qaynadıb. Yəni çox maraqlı məlumatdır. Ümid edirəm sizin üçün də elədir. Sağ olun, salamat qalın. Ondan əvvəl isə növbəti sualı vermək istəyirəm ki, sizcə niyə qazlı içkilərin üzərinə soyuq halda için yazısı yazılır? Niyə isti halda içmirik? Qəsdimizə dayanıblar ki, soyuq içsin, boğazı şişsin. Yəni nədir məqsəd? Soyuq halda için yazmaqda məqsəd nədir sizcə? Hələlik.